Salam əziz müəllimlər, müdavimlər və abituriyentlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün DİM 2025 test toplusundan xəbər və onun ifadə vasitələrindən bağlı olan sualları izah edəcəm. İzaha keçmədən öncə qeyd edim ki, dəyərli abituriyentlər, əziz müəllimlər, həm MİQ sertifikasiya üzrə, eyni zamanda abituriyentlər üzrə onlayn dərslərimizə qeydiyyat davam edir. Belə ki, dərslərimizə qoşulmaq yaxud dərslərimiz haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, o zaman 055 314 2298 nömrəsi ilə əlaqə saxlayıb dərslərimiz haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. İndi isə sualların izahına baxaq. Birinci sualda qeyd olunur ki, hansı cümlələr feili xəbərlidir? Əvvəlcə sizə feili xəbər və ismi xəbər haqqında məlumat verim, daha sonra isə sualı izah edim. Ümumiyyətlə, xəbər ifadə vasitəsinə görə iki qrupa bölünür. Feili xəbər var, ismi xəbər var. Əgər xəbər isim, sifət, say, zərf, feili sifət, məstərlə ifadə olunarsa, eyni zamanda sual əvəzliklərindən sadəcə təsvirlənən feillərin sualına cavab verən nə etdiyi, nə olduğu, nə etməlidir, nə edəcək tipli sual əvəzlikləri istisna, yerdə qalan əvəzliklər hamısı olacaq ismi xəbərin ifadə vasitəsi. Təsvirlənən feillər isə olacaq feili xəbərin ifadə vasitəsi. Əgər xəbər məstər feil sifətlə ifadə olunarsa, bu zaman onu ismi xəbər götürmüş olacaqsınız. Feili xəbər yox. Daha çox, yəni sizləri çaşdıran məqam budur. Məstər və yaxud da feil sifəti görən kimi onu gedib feili xəbər götürürsünüz. Xeyr, məstər və feili sifət, istər də məstər və feil sifət tərkibi, bunlar hər biri ismi xəbər hesab olunur. Birinci sualda bizdən feili xəbər istənilirdi. Birinci cümlədə qeyd olunur ki, Novruzu konkret bir dinlə etiqadla bağlamaq düzgün deyil. Deyil hissəcik sizi çaşdırmasın. Deyil inkarlıq məzmunu bildirən bir hissəcikdir. O, əgər feilə qoşularsa feili xəbərli olur, adlara qoşularsa, yəni isim, sifət, say, zərf və s. digərlərinə qoşularsa, bu ismi xəbər sayılır. Burada düzgün sifətdir. Düzgün deyil sadəcə inkarlıq məzmunu yaradıb. Yəni, deyil burada inkarlıq məzmunu ifadə edir. Onun ismi və ya feili xəbər olmasına təsir etmir. Düzgün də sifət olduğu üçün bu feili xəbər yox, məhz ismi xəbərdir. Ona görə biri cavab olaraq götürmürsünüz. Alınan məlumatların bir-birinə uyğun olmadığı aydınlaşdırıldı. Nə etdi? Aydınlaşdırıldı. Aydınlaşdırıldı xəbərdir və təsvirlənən feildir. Eyni zamanda aydın sözün kökü, aydınlaş, aydınlaşdırmaq, leksik, qrammatik, xəbər şəkli, yəni xəbər şəkildədir. Çünki burada zaman şəkilçisi var. Keçmiş zaman şəkilçisidir. Yəni bu təsvirlənən feil olduğu üçün feili xəbərin biri olur 2-də. Məqsədimiz xalqın mədəniyyətini və ədəbiyyatını daha çox təbliğ etməkdir. Məqsədimiz mübtədədir. Məstərlə ifadə olunduğu üçün xəbər mübtədədən sağda hər biri hamısı birlikdə, yəni tərkib yaradaraq məstər tərkibi sayılır. Xalqın mədəniyyətini və ədəbiyyatını daha çox təbliğ etməkdir. Birlikdə xəbər gedir, məstər tərkibidir. Və dedik ki, xəbər məstərlə və yaxud da məstər tərkibindən ifadə olunursa, bu ismi xəbərdir. Feili xəbər sayılmır. Havalar istiləşdikcə ətrafda yaşıllaşırdı. Nə edirdi? Yaşıllaşırdı. Təsvirlənən feildir. Xəbər şəklindədir. Deməli, bu da feili xəbərdir. Əlimdəki kitabın mövzusu vətəndir. Nədir vətəndir? Vətən isim olduğu üçün bu da ismi xəbərdir. Vətən səni gözləyir. Oğul nə edir? Gözləyir. Gözləyir burada xəbərdir və təsvirlənən feillə ifadə olunub xəbər şəklindədir. Ona görə də 6 da cavabdır. Cavab olur 2, 4, 6, yəni C variantı. Əlavə olaraq məlumat verim ki, müəllimlər və eyni zamanda abituriyentlər, vətən səni gözləyir oğul. Burada oğulun xəbərdən sonra gəlməsi inversiya yaratmır. Yəni, xitabın xəbərdən sonra gəlməsi inversiya sayılmır. İnversiya o zaman sayılır ki, xəbər mübtədədən və yaxud da digər cümlə üzvlərindən əvvəldə gəlsin. Yəni, amma xəbərdən sonra xitabın gəlməsi inversiya sayılmır. Bu da sizin üçün əlavə bir qeyd olsun. Davam edək ikinci suala. Hansı cümlədə xəbəri yer zərfliyi ilə ifadə olunmuşdur? Dünya bizim ümumi evimizdir. Bizim evimizdir. Xəbər üçüncü növ təyini söz birləşməsidir, yəni isim birləşməli ifadə olunubdur. Mən 1967-ci ildən Bakıdayam. Haradayam? Bakıdayam. Bakıdayam, Bakı isimdir. Bu ismi xəbərdir. Eyni zamanda yer zərfi ilə yox, isimlə ifadə olunub. Gəncədə idi. Gəncədə isimli, isimlə ifadə olunub xəbər. İrəlidədir. Haradadır? İrəlidədir. İrəli, geri, aşağı, yuxarı, ora-bura yer zərflərdir. Yer zərfləri ilə yer məzmunu bildirən isimləri qarışdırmayın. Otaq, şəhər, kənd, Bakı, Gəncə və s. bunlar isimlərdir. Yer məzmunu bildirən isimlərdir. Lakin irəli, geri, sağa, sola, aşağı, yuxarı yer zərflərdir. Yəni bunlara diqqətli olun. Və cavabınız oldu D bəndi. Çünki irəli yer zərfidir. Xəbər yer zərfi ilə ifadə olunub.
Əslimiz bağbanlardandır. Bağbanlardandır. Bağban da isim, yəni bağban da isim olduğu üçün bu da ismi xəbərdir və yer zərfli yox, ismlə ifadə olunur. Cavab oldu debəndi. Növbəti 3-cü sual. Hansı cümlədə xəbər adlı kallı sözlə, deməli adlı kallı düzəltmə isimlə ifadə olunmuşdur? Deməli, ən çox oxunan şair Sabirdir. Sabir burada xəbər Sabir sözüdür. Sabirdir də adlı kalda olsa da düzəltmə yox, sadə isimdir. Ona görə A variantı cavab ola bilməz. B-də mükafatlandırıldı. Xəbər feillə ifadə olunubdur. Düzəltmə feildir, amma bizdən düzəltmə isim istənildiyi üçün A, B də ola bilməz. Bugün idarədə deməli Eldar nəzarətçidir. Deməli kimdir? Nəzarətçidir. Kim? Eldar. Nədir nəzarətçidir? Kim? Eldar. Nə vaxt, nə zaman? Bugün. Deməli burada xəbər nəzarətçi sözüdür. Və xəbərimiz nəzarət sözün kökü çi, leksik, şəkilci, dirdə, qrammatik, düzəltmə isimlə ifadə olunur. Buna görə cavab C bəndə olur. D-də isə vətənpərvər sifətdir. Vətən sözün kökü pərvər, düzəltmədir, sadəcə sifətdir. Ona görə götürmürük. Gələcəyimiz özümüzdən asılıdır. Necədir? Asılıdır. Asıl da sifətdir. Eyni zamanda asdan asıl yaranır. Yəni burada olacaqdır sadə. Növbəti suala baxaq. Onu bu günə salan lovğalığıdır cümləsində xəbər vəzifəsində işlənən sözlə bağlı səhvi müəyyən edin. Burada onu bu günə salan lovğalığıdır. Lovğalığıdır xəbərdir. Yadda saxlayın ki, xəbər heç vaxt təsiri kallı sözlə ifadə oluna bilməz. Ona görə də lovğa sözün kökü lovğalıq, onun lovğalığı, öz lovğalığı. Buradakı ı mənsubiyyətdir, dır da şəxs sonluğudur. A variantında yazılıb ki, dır şəxs xəbəri şəkilçisi düzdür. Düzəltmə isimdir, düzdür. Mücərrəd isimdir, lovğalıq gözlə görünmür, düzdür. Ümumi isimdir, təkdədir, düzdür. Lakin təsiri kalda deyil. Çünki heç vaxt cümlənin xəbəri təsiri kallı sözlə olmaz. Yəni cümlənin təsiri kallı halında olmuş bir söz, deməli xəbər rolunda çıxış edə bilməz. Lakin yazılsa ki, təsiri kallı söz xəbərin ifadə vasitəsinin tərkibində ola bilər. Hə, bu zaman tərkib daxilində ola bilər. Amma müstəqil olaraq təsiri kallı söz xəbər rolunda çıxış edə bilməz. Ona görə də doğru cavabımız olur. Yebəndi təsiri halda yox, mənsubiyyət çəkicisi qəbul edib adlı haldadır. Daha sonra 5-ci suala baxırıq. Hansı nümunədə xəbər kəmiyyətə görə mübtədə ilə uzlaşmayıbdır? Bu döyüşdə 2 əskərimiz yaralandılar. Nə etdi? Yaralandılar. Kim əskərimiz? Əslində burada əskər, yəni cəm şəkilçisi qəbul etmədiyi üçün mübtədə cəmdə olmadığı üçün xəbər də cəmdə olmalı deyildi, təkdə olmalıydı. Yəni döyüşdə 2 əskərimiz yaralandı olmalıydı. Elə mübtədə ilə xəbər kəmiyyətə görə uzlaşmadığı A variantındadır. Akif və Sərdar çaya tərəf yollandılar. Nə etdilər? Yollandılar. Xəbər cəmdədir, çünki burada 2 mübtədə var. Akif və Sərdar. Sürülər yaylaqda bir-birinə qarışdılar. Qarışdılar sürülər. Xəbərdə də cəmdir, mübtədədə də cəm şəkilçisi var. Ördəklər göldə üzürlər. Burada ördəklər mübtədədir, üzürlər xəbərdir. Hər ikisi şəxsə kəmiyyətə görə uzlaşır. Futbolçularımız böyük həvəslə oynayırdılar. Oynayırdılar xəbər. Futbolçularımız mübtədədir. Mübtədə cəmdə olduğu üçün xəbər də cəmdədir. Cavab olur bəndi, çünki orada mübtədə təkdə olsa da xəbərin cəmdə verilməsi məhz uzlaşma əlaqəsini pozubdur. 6. Xəbər isim birləşməli ifadə olunmuş cümləni müəyyən edin. O ikinci növbədə işləməli idi. İşləməli idi kim o? Xəbər burada vacib şəklində olan feillə ifadə olunub. Sən ellər toyusan. Ellər toyusan. Kim? Sən. Burada ellər toyu, ellərin toyu. İkinci növ təyin söz birləşməsidir və ümumilikdə isim birləşmə gedir. Xəbər isim birləşməli ifadə olunan ilə B bəndidir. Elçin yaxşı dostdur. Dostdur. Sadəcə xəbər isimlə ifadə olunub. Aşıq saz çalırdı. Nə edirdi? Çalırdı. Kim aşıq? Çalırdı burada. Xəbərdə təsriflənən feillə ifadə olunub. Bunlar sizi gözlərlər. Nə edirlər? Gözlərlər. Kimi? Sizi. Kim? Bunlar. Burada da xəbər təsriflənən feillə ifadə olunub. İsim birləşmə olur. B bəndi. Meyvələrin yenicə yetişən vaxtı idi. Meyvələrin vaxtı 3-cü növ təyin söz birləşməsi idi. İdi, imiş heç vaxt müstəqil xəbər olmur. Və meyvələrin vaxtı 3-cü növ olduğu üçün ayrılmadan birlikdə xəbər təhlil olunur. İdi də onlarla birlikdə xəbər götürülür. Və burada xəbərin ifadə vasitəsi olacaq isim birləşmə. 3-cü növ təyini söz birləşməsi. Feili xəbərli cümləni müəyyən edin. Mən burada növbətçilik edəndə sən haradaydın? Haradaydın? Əvəzlikdir, sual əvəzliyidir. Və sual əvəzliyi əgər təsvirlənən feilinin sualına cavab verən sual əvəzliyi olarsa, yəni nə etdi, nə edir, nə oldu, nə edəcək, bu feili xəbərdir. Haradaydın? Təbii ki, təsvirlənən feilinin sualına cavab vermir. Haradaydın ismin sualına cavab verir. Bu isim əvəz edibdir və ismi xəbərlidir. İndi tarixi ortaya çəkmək vaxtı deyil. Deməli, burada olacaqdır xəbərimiz. Olacaqdır tarixi ortaya çəkməyin vaxtı deyil. Nə vaxt, nə zaman? İndi. Burada çəkməyin vaxtı
ismi birləşməyinin ifadə olunubdur. Fe'li xəbər deyil, vaxtda isimli isim birləşmədir və fe'li xəbər yox, isim birləşməyinin ifadə olunubdur. İsmi yəni xəbər sayılır. Bugün gülümsəyir. Nə edir? Gülümsəyir. Gülümsəyir. Yəni təsriflənən fe'ldir, xəbər şəklindədir, yaxud fe'li xəbərcikdədir. O öncə duyğularla sığal çəkməyi bacaran şairdir. Kimdir? Şairdir. Yer ismi xəbərdir. Bu Peterburqdan, yəni bizimkilərdən aldığım məlumatdır. Nədir? Məlumatdır. Məlumat da isim olduğu üçün bu da ismi xəbərdir. Fe'li xəbər olduğu C bəndində. 9-cu sual. Hansı cümlənin xəbəri fe'lin əmr şəklindədir? Orada çox şey öyrəndim. Nə etdim sualına cavab verir. Bu tip sualları işləyəndə sözə sual verin, xəbərə. Nə etdim sualına cavab verir. Sualın içinə daxil olan şəkilçi qrammatik şəkilçidir. D plus mi deməli qrammatikdir. Və gəlib bunu bunun üzərində tətbiq edirsiniz, sözün üzərində. Öyrən sözün kökü D və M qrammatikdir. Sözün də kökü öyrənməkdir. Və gördüyümüz kimi burada xəbər şəklindədir, çünki zaman şəkilçisi var. Bu əmr şəklində deyil. Təkcə üstünü yazmağın qalıb. Burada yenə nəqli keçmiş zamanın şəkilçisi xəbər şəklindədir. Həmişə həyəcanlananda gözlərim dolur. Nə edir? Gözlərim dolur. Burada yenə zaman şəkilçisi var. Xəbər şəklindədir. Bizə isə lazım idi əmr şəklində olan D variantına baxaq. Mən də gəlinmi? İlkin baxışda burada sual işarəsi çaşdıra bilər. Lakin gəl sözün kökü im şəxs sonluğudur. Və bu da təbii ki, sadəcə şəxs sonluğu varsa, zaman şəkilçisi yoxdursa, eyni zamanda arzu, vacib, lazım şəkillərinin şəkilçisi yoxdursa, bu təsriflənən fe'l təbii ki, götürüləcək əmr şəklində. İm şəxs sonluğu var, başqa əlamət olmadığı üçün bu olacaqdır əmr şəklində olan fe'l. Sadəcə burada sual intonasiyası sizi çaşdırmasın. 7 isə xarici dil dərslərində əyanilikdən istifadə edilməlidir. Malı məli vacib şəklinin şəkilçisidir. Bunu məzmununda əmrlik hiss etsəz belə o əmr şəklində deyil. Bundan çaşmayın, çünki o vacib şəklindədir. Malı məli vacib şəklinin şəkilçisidir. Cavab oldu D bəndi. Sual 10. Hansı cümlənin xəbəri keçmiş zamanda olan fe'llə ifadə olunmuşdur? Baxaq. Ananın yaşla dolmuş gözləri oğluna zillənərdi. Nə edərdi? Edərdi. Ərdi. Nə edərdi? Sualın içinə daxil olduğu üçün eyni zamanda zillənərmək deyə bilmirik. Deməli, burada qrammatik, D də qrammatikdir. Birinci gələn zaman, ikinci gələn hissəcikdir və indiki, daha doğrusu qeyri-qəti zaman şəkilçisidir. Bu, gələcək zamandadır. Cığırın kənarında qoyun quzu otlayırdı. Nə edirdi? Otlayırmaq deyə bilmirəm. Qrammatik, D qrammatik. Burada indiki zaman şəkilçisidir. Evin qabağına meyvə ağacları əkilirdi. Nə edirdi? Əkilirmək deyə bilmirik. İr, zaman, D idi hissəciyi. Mansur öz ailə vəziyyətindən danışırdı. Danışırmaq deyə bilmirik. Ir zaman, D idi hissəciyi. Rəisin adına təzə ərizə yazdırıldı. Nə etdi? Yazdırıldı. Yaz, yazdır, yazdırıl, yazdırıldı. Buradakı D isə zaman şəkilçisi idi, hissəciyi deyil. Ona görə də doğru cavab olacaq E variantı. 11-ci suala baxırıq. Şair söylə, aşıq sazla danışırdı. Şair söylə, aşıq sazla danışırdı cümləsinin, daha doğrusu şair burada xitab deyil. Şair sözlə, üzr istəyirəm, səhv oxudum. Burada yəni cümlənin əslində xitab olaraq oxudum intonasiyanı, amma yanlış dedim. Çünki burada şairdən sonra vergül qoyulmayıb, xitab kimi deyilmir. Sadəcə şair sözlə, aşıq sazla danışırdı. Ümumiyyətlə cümləni yanlış oxudum, üzürlüsən. Deməli, bizə nə istəyir? Xəbər haqqında verilən fikirlərdən biri səhv deyil. Nə edirdi? Danışırdı. Deməli, şair sözlə danışırdı, aşıq sazla danışırdı. Danışırdı kim? Aşıq. Burada sadəcə sözlə danışırdı, ixtisar olunubdur. Xəbəri ixtisar olunubdur. Danışırdı xəbərdir. Keçmiş zamanda olan fe'llə ifadə olunmuşdur. Danışırmaq deyə bilmirik. Orada danış sözün köküdür. Ümumiyyətlə, ırın leksik qrammatik olduğunu bilmək üçün maq artırın. Danış sözün kökü, danışırmaq deyə bilmirik. Ir zamandırsa, deməli, D da burada hissəcikdir. Bir də dandan danış yaramır. Danışmaq, yəni sadə sözdür. Keçmiş zamanda olan fe'l ifadə olunub fikri səhvdir. Çünki elə keçmişdə yox, indiki zamandadır. Fe'li xəbərlidir. Bəli, mübtədə ilə uzlaşma əlaqəsindədir. Danışırdı, aşıq, düzdür. İfadə vasitəsini itki səsdir. Bəli, fe'llə ifadə olunub. Şəxsə görə dəyişən fe'llə ifadə olunmuşdur. Bəli, təsriflənən fe'l şəxsi kəmiyyəti zamana görə dəyişən fe'llərdir. Yəni nəzərdə tutur ki, təsriflənən fe'ldir. Bu da doğrudur. Xəbəri fe'lin vacib şəkildə ifadə olunmuş cümləni müəyyən edin. Vacib şəklinin şəkilçisi malı məlidir. Yazılasıdır. Burada malı yoxdur, yəni lazımdır. Az olar, bu olacaq zaman şəkilçisi. 100 ölç əmr şəklidir. Gəncəyə yola düşməli. Yəni malı məli vacib şəkli cavab D bəndidir. Gərək bu kitabların hamısını oxuyasan. Kaş gərək varsa, buradakı A da arzu şəklinin şəkilçisidir və arzu şəklindədir. Hansı cümlədə xəbər düz göstərilmək? Bu torpağı bənzəyir min illik abidələr. Nə edir? Bəzəyir. Xəbər düzdür.
Biz Naxçıvana təyyarə ilə uçduq. Nə etdik? Uçduq. Kim biz? Xəbər düzdür. Bakıda tarixi abidələr çoxdur. Nə qədər də çoxdur. Nə abidələr? Harada? Bakıda hansı abidələr tarixi? Burada da xəbər düzdür. Mən kəndə çatanda işıqlar söndü. Nə etdi? Söndü. Nə işıqlar? Nə vaxt, nə zaman söndü? Mən kəndə çatanda. Burada da xəbər düzdür. Kəndin ətrafında çoxlu dağlar var. Burada var predikativ sözdür. Yəni ismi xəbərdir suala cavab vermədən. Burada dağlar var yanlışdır. Xəbər çünki sadəcə xəbər vardı. Var. Nə? Dağlar. Var, lazım, yox, bəs, mümkün, gərək tipli sözlərimiz predikativ söz xəbərlərdir. Onlar suala cavab vermədən birbaşa xəbər olur və ismi xəbərin ifadə vasitəsi olurlar ki, burada da var müstəqil xəbər olmalıydı. Ona görə də yanlış olan ilə E variantıdır. Dilimin hər kəlməsi müqəddəsdir cümləsində xəbərindəki dir nə şəkilçisi təbii ki, müqəddəsdir. Burada şəxs onluğudur, yəni şəxs xəbəri şəkilçisi. Xəbəri isim birləşmə ilə ifadə olunan cümləni müəyyən edin. Bizi sevindirən Azərbaycanın uğurlu inkişafıdır. Azərbaycanın inkişafı üçüncü nöqtənin söz birləşməsidir. Nə? Bizi sevindirən. Xəbər isim birləşmə ilə ifadə olunan elə olur A variantında. Məni təəccübləndirən belə dünya görüşüdür. Məni təəccübləndirən belə dünya görüşüdür. Nədir dünya görüşüdür? Burada sadəcə isimlə ifadə olunubdur. Bu üzgüçülər dənizin dərinliyinə baş vuranlardır. Deməli, burada üzgüçülər mübtədədir. Dənizin dərinliyinə baş vuranlardır. Hamısı birlikdə xəbər gedir. Çünki anen feil sifətdir. Xəbər feil sifət məzdərini ifadə olunarsa mübtədəni tapıb, mübtədədən sağdakını xəbər götürürük və birlikdə tərkib yaradır. Bu feili birləşmədir. Tahirənin əmisi məşhur həkimdir. Həkimdir. Bu sadəcə isimlə ifadə olunubdur. Qapını döyən paçtalyondur. Kimdir? Paçtalyondur. Burada da ifadə olunubdur sadəcə isimlə. Cavab oldu bəndi. İsmi xəbərli cümləni müəyyən edin. Adam başqasının sözünü yarımçıq kəsməz. Burada kəsməz. Qeyri-qəti səmada olan təsvirlənən feildir. Feili xəbərdir. Sabir Molla Nəsrəddini vərəqləməyə başladı. Başladı kim? Sabir. Daha doğrusu vərəqləməyə başladı kim? Sabir. Burada yenə feili xəbərdir. Onun hər xırda şey üçün yuxarılara ağız açanlardan zəhləsi gedirdi. Zəhləsi gedirdi. Əslində bu cümlənin təhlilini istədiyim, onun hər xırda şey üçün yuxarılara ağız açanlardan zəhləsi gedirdi. Bu hamısı birlikdə xəbər olacaq. Bu cümlə sadəcə xəbərdən ibarətdir. Çünki zəhləsi getmək frazeoloji birləşmədir. Onun zəhləsi də üçüncü növdür. Biz bunu təhlil zamanı ayıra bilmərik. Birlikdə bir xəbər olur və bu da olacaqdır. Deməli, feili xəbər. O anası kimi xeyirxahdır. Necədir? Xeyirxahdır. Xeyirxah sifətdir, ona görə ismi xəbərdir. Cavab D-dir. Qeybət, yalan və iftiradan çəkinin. Çəkinin nədən iftiradan, nədən yalandan, nədən qeybətdən? Bunlar həmcins tamamlıqlardır və burada da feili xəbərdir. Cavab olur D variantı. Sual 17. Feili xəbərli cümləni müəyyən edin. Ayın 3-ü idi. Ayın 3-ü bu isim birləşməni ifadə olunub, isimli xəbərdir. Onun ən böyük arzusu qaliblər sırasında olmaqdır. Onun ən böyük arzusu mübtədədir. Qaliblər sırasında olmaqdır. Məstərin ifadə olunduğu üçün, yəni xəbərdə məstər olduğu üçün birlikdə tərkib yaradır. Və xəbər ismi xəbərdir. Feili xəbər deyil, çünki məstər ismi xəbər sayılır. Sizə lüğət kitabı lazımdırmı? Lazımdırmı? Nə lüğət kitabı? Burada da lazımdırmı? İsmi xəbərdir. Bu güllərin ən gözəl ətri var. Var, bayaq dediyi ismi xəbərdir. Onlar kimsəsiz uşaqlara yardım edərdilər. Yardım edərdilər. Kimə? Uşaqlara. Kim onlar? Hansı uşaqlara? Kimsəsiz. Yardım etmək olacaq feili xəbər. Cavab oldu E variantı. Xəbəri frazeoloji birləşməli ifadə olunmuş cümləni müəyyənləşdirin. Köksünü ötürüb üzümə baxdı. Nə etdi? Baxdı. Necə cümlə tərzi? Köksünü ötürüb, köksünü ötürərək. Burada deməli zərflik frazeoloji birləşmə ilə ifadə olunub. Xəbər frazeoloji birləşmə ilə ifadə olunmayıb. İndi qızıl payızdır. Nədir payızdır? Burada hansı payız qızıl, nə vaxt, nə zaman indi? Payız isimdir, frazeoloji birləşmə deyil. Güldan əlindən düşdüyü üçün çatlamışdı. Çatlamışdı. Bu sadəcə sözlə ifadə olunan frazeoloji birləşmə deyil. O çox işlədiyi üçün əldən düşmüşdü. Əldən düşmək yorulmaq mənasındadır və frazeoloji birləşmədir. Ona görə cavab olur D bəndi. Şaxtadan burnun ucu göynəyirdi. Burnunun ucu göynəyirdi. Burada burnun ucu göynəmə frazeoloji birləşmə deyil. Çünki burnun ucu göynəmək əgər darıxmaq mənasında istifadə olunsaydı frazeoloji birləşmə olardı. Lakin burada həqiqətən də göynəyirdi. Yəni üşüyürdü mənasında. Nə göynəyirdi? Burnunun ucu. Nə səbəbə? Yəni göynəyirdi şaxtadan. Şaxta olduğu üçün və burada da xəbər ifadə olunubdur sadəcə feillə. Təsriflənilən feillə. Olur feili xəbər, frazeoloji birləşmə deyil. Mən bu cür gümrah və qəmsiz yaşadan məni sənin məhəbbətindir cümləsində xəbər nə ilə ifadə olunmuşdur? Sənin məhəbbətindir. Nə?
Deməli, məni bu cür gümrah və qəmsiz yaşadan. Burada hamısı birlikdə mübtədə gedir. Xəbərin ifadəsi vasitəsi olacaq ismi birləşmə, yəni üçüncü nöqtəni söz birləşməsi. Cümlənin birinin xəbəri əvəzliklə ifadə olunmuşdur. Kimsəsizdir, kimsə əvəzliyindən kimsəsiz sifəti düzəlib. Bu sifətdir. Özəlləşdirilmək feildir. Özünüzdədir. Özünüzdədir. Nə təqsir? Öz, sizin özünüz, özünüzdə, özünüzdədir. Başlanğıc forması da özdür. Deməli, burada xəbər ifadə olunub əvəzliklə. Cavab olur C bəndi. Nə qədər bəxtiyar bir insanam. Kiməm insanam. Kim mən? Burada xəbər insan isimlə ifadə olunub. Dərd əhliyəm, dərdin əhliyəm. Burada deməli dərd əhliyəm, dərdin əhliyəm isim birləşmənin ifadə olunub, əvəzliklə ifadə olunmayıbdır. Və cavab olacaqdır C bəndi. Xəbər isim birləşmə ilə ifadə olunan istənilir. Əzəldən belədir vəfasız həyat. Necədir? Belədir. Burada sadəcə əvəzliklə ifadə olunub. Hər qaranlıq gecəni bir işıqlı səhər gözləyir. Nə edir? Gözləyir. Xəbər feili xəbərdir. Sadəcə bir sözlə ifadə olunub. Xumar baxmaq göz qaydasıdır. Göz qaydasıdır, gözün qaydasıdır. Nə? Xumar baxmaq. Burada göz qaydasıdır isim birləşmədir. Xəbər isim birləşmə ilə ifadə olduğu üçün cavab C-dir. Mümkünmü durub dayanmaq? Mümkünmü? Nə? Duraraq dayanmaq. Burada mümkünmü? Deməli olacaqdır. İsmi, deməli xəbər, predikativ sözlə ifadə olunan ismi xəbər. Səhərin açılması hələ heç nə vəd etmir. Vəd etmir. Burada da mürəkkəb feil ifadə olunub. 22. Hansı cümlənin xəbərini feilin müxtəlif şəkillərində düşünmək olar? Sözün düzünü zarafatla deyərlər. Deyərlər. Burada istənilən məqamda xəbər şəklindədir, zaman şəkilçisi var. Ağıllı adam yanılar, arər, yanılmaz, inkar, arər, geri gətirəcək zaman. İstənilən məqamda yalnız feili xəbər kimi, eyni zamanda düşünürük, sadəcə xəbər şəklində. Kitabı diqqətlə oxudun. Burada kitabı diqqətlə oxudun. Sən oxudun kimi desək, əvvəlində səni artırsaq, oxudu, oxudun. Olacaq du zaman şəkilçisi və bu xəbər şəklində. Bir də siz kitabı diqqətlə oxudun, əvvəlini siz artırsaq, bu zaman oxudun əmr şəklinə çevriləcək. Oxu, sözün kökü, oxud, oxudun, ın şəxs sonluğu və sözün başlanğıc forması da oxudu olacaqdır. Oxud. Yəni bunu iki şəkildə düşünə biləcəyimiz üçün cavab olur C variantı. Yeni ildə gərək yeni qələbələrə imza ataq. Əslində aqaq şəxs sonluğu olanda da iki cür düşünmək olur. Sadəcə burada diqqət etsəz görərsiniz ki, gərək var. Əgər burada gərək olduğunu görürsünüzsə, əminliklə deyə bilirsinizsə, aqaq şəkilsi də varsa, bu arzu şəklindədir. At, ata, ataq. Burada gərək sözü olmasaydı əgər, yəni gərək olmasaydı bunu iki cür düşünərdik. Həm arzu şəklində düşünərdik, həm də aqı bütöv götürüb şəxs sonluğu kimi əmr şəkli götürə bilərdik. Lakin burada gərəyin olmağı, yəni arzu ədatının olmağı artıq imkan vermir ki, biz onu iki şəkildə fikirləşək. Gərək olduğuna görə əminliklə deyirik ki, arzu şəklindədir. Dolanın, qürbəti, dönün, vətəni, donun, dolanın, dönün, bu da əmr şəklindədir. İki şəkildə düşünmək mümkün deyil. Cavab olur C bəndi. 23-ə baxırıq. Xəbəri keçmiş zamanda olan feillə ifadə olunmuş cümləni müəyyən edin. Pas atmış ağıllar qoyulanır, indiki zamandır. Möhsün əmini heç kim indiyə qədər pərişan görməmişdi. Deməli, burada mış şəkilçisi, keçmiş zamanın şəkilçisi də cavab olur B bəndi. Birazdan səhər gəlib çıxacaq, hamı yola düşəcək, acaqəcək, keçmiş zaman şəkilçisi yox, gələcək zaman şəkilçisi. Buradakı ı-bı qarışdırmayın. Gəlib çıxmaq, oxuyub yazmaq və s. bunlar birlikdə mürəkkəb feil kimi gedir. Kim bilir? Deməli, neçədir dünyanın yaşı? Burada xəbər neçədir? Sual əvəzli ilə ifadə olunubdur. Nedir? Bilir kim? Bilir də burada feil ifadə olunub. İndiki zaman şəkilçisidir. Bir kişi gölün qırağında balıq tuturdu. Tuturmaq deyə bilmirik. Tut sözün kökü ur zamandır, hissəcikdir. Ir zaman olduğu üçün indiki zamanda olan feil götürülür. Növbəti 24-cü sual. 24-cü sual izahına keçmədən, əziz izləyicilər, əgər bu tip videoların gəlməsini istəyirsinizsə və eyni zamanda izahlarımı bəyənirsinizsə, zəhmət olmasa kanala abunə olmağı və videonu bəyənməyi, eyni zamanda təkliflərinizi, iradlarınızı, bəyəndiyiniz və eyni zamanda bəyənmədiyiniz məqamları şərh bölməsində qeyd edə bilərsiniz. Ümidvaram ki, videomuzu bəyənirsiniz. Eyni zamanda başqa kanalda hansı istər dərs olsun, istərsə də hər hansı bir test izahını istəyirsinizsə, şərh bölməsində qeyd edərsiniz. Davam edə 24-cü sualla. Xəbəri feilin lazım şəklində olan feillə ifadə olunmuş cümləni müəyyən edin. Lazım şəklinin şəkilçisi ası əsil şəkilçisidir. Gəlin baxaq.
Qızım, deyəsən mən gələsi deyiləm. Burada A səsi lazım şəklinin şəkilçisidir. Sadəcə gələsi deyiləm. Burada inkarlıq məzmununu yaradıbdır. Gələsiyəm, gələsi deyiləm. Elə cavab mən dedi. Gələndə bazarlıq etməyi unutma, unutma. Əmr şəklidir. Əlbəttə, vüqar gəlməli deyil. Gəlməli deyil, malı-məli vacib şəklidir. Kaş bu günümdə gələsiniz. Kaş var, gəl, gələ, gələsiniz. Burada arzu şəklinin şəkilçisidir. Bunu əsi kimi fikirləşib, yəni lazım şəklində götürməyin. Görüləsi işlər yaddan çıxarma. Deməli, burada görüləsində A səsi lazım şəklinin şəkilçisi deyil. Burada A səsi feil sifətinin şəkilçisidir. Ona görə də bunu da götürə bilməzsiniz. Eyni zamanda yaddan çıxarma bu da əmr şəklindədir. Davam edək 25. Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə olunmuşdur? Onlar kəndə yol çəkirdilər. Deməli, burada cümlənin xəbəri nə edirdilər? Nə edirdilər? Çəkirdilər. Nəyi çəkirdilər? Yol çəkirdilər. Yaxud da ki, hər hansı bir ipi çəkirdilər. Sadəcə burada çəkmək, dartmaq mənasında deyil. Yəni, yolu çəkirdilər, düzəldirdilər mənasındadır. Yəni, kəndə yol çəkirdilər, asfalt çəkirdilər və s. Bu mənadadır və frazeoloji birləşmə ifadə olunmayıbdır. Kimsə sevinclə dilləndi. Nə etdi? Dilləndi. Necə cümlə tərzi sevinclə? Kimsə burada mübtədədir. Dilləndi də təbii ki, təsdiqlənən feildir və frazeoloji birləşmə deyil. Hamı sakit dayanmışdı. Nə etmişdi? Dayanmışdı. Bu da frazeoloji birləşmə deyil. Köksünü ötürüb üzümə baxdı. Nə etdi? Baxdı. Necə cümlə tərzi köksümü ötürüb, köksümü ötürərək. Burada frazeoloji birləşmə zərflikdir. Yəni, zərfliyin ifadə vasitəsidir. Bugün də gözləri yol çəkirdi. Gözü yol çəkmək deməli olacaqdır frazeoloji birləşmə. Gözləri yol çəkirdi. Nə vaxt, nə zaman? Bugün. Xəbər məhz frazeoloji birləşmə ifadə olduğu üçün cavab olur E variantı. 26. Cümlənin hansında xəbərə sual vermək olmur? Ümumiyyətlə, iki tip xəbərə sual verə bilməzsiniz. Bir sual əvəzi ilə ifadə olunana, bir də predikativ sözlərlə. Var, lazım, yox, bəs, mümkün. Bunlarla bağlı olan sual istənilir. Bilik bütün sirlərin açarıdır. Sirlərin açarıdır. Bu ismi xəbərdir, suala cavab verir. Cəsarətli mərd rəftarı düşmənin üzünə dik baxmağı onun çoxdankı vərdişidir. Onun vərdişi yenə söz birləşməsidir, suala cavab verir. Burada fürsəti əldən vermək cinayətdir. Nədir cinayətdir? Suala cavab verir. Aqil düşmənin piyada dəstələrlə qabaqlaşan ilk atlardan idi. Atlardan idi. Kim aqil? Suala cavab verir. Bu kitablar hər zaman sizə lazımdır. Lazım, predikativ söz xəbərdir. Suala cavab verməyən ismi xəbərdir. Və bizə də suala cavab verməyən istənildiyi üçün cavab olur E variantı. 27. Hansı cümlənin xəbəri səhv göstərilibdir? Onlar bu işi həyata keçirmək üçün tədbir tökdülər. Tədbir tökmək frazeoloji birləşmədir və birlikdə təhlil olunur, birlikdə xəbər gedir. Bu doğru götürülübdür. Yəni, burada xəbərdə bir problem yoxdur. Şagirdləri ilə burada təbiətin rəngarəng qoynunda təcrübə aparırdı. Təcrübə aparmaqda birlikdə xəbər gedir. Doğrudur. Bu heyvanlar qayalar arasından mağarada yaşayırdılar. Nə heyvanlar? Doğrudur. Qardaşım kənd təsərrüfatının mütəxəssisidir. Kənd təsərrüfatının mütəxəssisi. Hamısı birlikdə isim birləşmə olduğu üçün ayrıla bilməz. Bu da doğrudur. Güya avar çəkən qullar onu eşidə bilərdi. Eşidə bilərdi. Kim? Qullar. Hansı qullar? Avar çəkən. Kimi? Onu. Eşidə bilmək mürəkkəb feildir. Ayırmaq olmaz. Burada sadəcə xəbəri bilərdi götürdüyü üçün yanlış xəbər olur. E variantında əslində xəbər eşidə bilərdi olmalıydı. Baxırıq 28-ci suala. Hansı cümlənin xəbəri isim birləşmə ilə ifadə olunmuşdur? Yer adları tarixin yaddaş kitabıdır. Tarixin kitabı 3-cü növdə isim birləşmə ilə ifadə olunan adadır. Borcumuz onu səhv yoldan çəkindirməkdir. Borcumuz mübtədədir, onu səhv yoldan çəkindirməkdir. Bu olacaqdır birlikdə. Xəbər məstər tərkibi. Gədəbəyin hər yerindən baxanda qanlı dağ görünür. Görünür, sadəcə bir sözün ifadə olunub isim birləşmə deyil, feili xəbərdir. Ovçu bu yerləri yaxşı tanıyırdı. Nə edirdi? Tanıyırdı, feili xəbərdir. Yəni, burada sadəcə feilin ifadə olunub. C variantında da görünürdü. Sadəcə feil idi. Təsdiqlənən feil burada da. Qalib gəlmək vəzifəmizdir. Vəzifəmizdir. Nə? Qalib gəlmək. Burada da vəzifə isimdir. İsim birləşmə deyil. Xəbəri insan anlayışı bildirən düzəltmə isimlə ifadə olunan cümləni müəyyən edin. Əmim oğlu İstanbulda oxuyur. Nə edir? Oxuyur. Burada xəbər feillə ifadə olunub. Kərim Qasımlı görkəmli alimdir. Kimdir? Alimdir. Bu da isim xəbər olsa da sadə isimdir. Universitetin rektoru Həsənlidir. Kimdir? Həsənlidir. Həsən sözün kökü leksikdir, qrammatik. Burada düzəltmə isimdir və Həsənli də insan məzmunu, yəni insan da insana aiddir. Ona görə də insan anlayışı bildirən düzəltmə isimlə ifadə olunan xəbər olacaqdır C variantında. Nənəmgilin bağı dənizə yaxındır. Yaxındır. Haraya? Dənizə. Burada xəbər yaxın isim deyil. Nədir? İnsan anlayışı bildirmir. Zərfdir.
Bura Qafqazdır. Haradır Qafqazdır. Səfalıdır bu torpaq. Necədir? Səfalıdır. Burada da xəbər isim. Qafqaz isim olsa da, lakin insan ulaşı bildirmir də, məkan məzmunu bildirir. Cümlənin biri feili xəbərlidir. Şəhərdən ayrıldığı 2 ay idi. Nə qədərdir? 2 ay idi. Nə şəhərdən ayrıldığı? Burada 2 ay isim birləşmədir. Feili xəbərli deyil. Biz ki, bir məhəllənin uşağıyıq. Məhəllənin uşağıyıq isim birləşmədir. Qanatlandım uçmağa, haqq qapısını açmağa. Nə etdim? Qanatlandım. Feili xəbərli ifadə olunan elə C variantındadır. Qanatlanmaq feildir. Düşmən çox amansız idi. Necə idi? Amansız idi. Sifətlə ifadə olunub isimli xəbərdir. İnsafsızlar içində insaflılar da varmış. Varmış. Burada imiş hissəci idi. Zaman şəkilçisi deyil. Var da olacaq predikativ söz xəbər. Yəni ismi xəbərli ifadə olunub. Cavab oldu C variantı. Nümunədə ismi xəbər hansı misrada işlənmişdir? Kəsir yolları, yayda bataqlıq, bir addım atmaq, əsl qoçaqlıq. Bir addım atmaq əsl qoçaqlıqdır. Qoçaqlıqdır da dır şəkilçisi sadəcə ixtisar olunub əslində burada. Yəni qoçaqlıq xəbərdir. Cavab olur 4-cü misra Y bəndi. Xəbəri gələcək zamanda olan feillə ifadə olunmuş cümlə. Bu kəndə gələn qonaq mənim evimdə çörək kəsməmiş gedə bilməzdi. Gedə bilməz ar-ər qeydi-qəti gələcək zamandadır. Şamxal da Güləsər də dinmirdi. Dinmirmək deyə bilmirik. İr indiki zamandır. Yəni indiki zamanda olduğu üçün B olmaz. Gətir çəkmələrini soyundurum. Gətir çəkmələrini soyundurum. Soyundurum əmr şəklindədir. Gətir ir indiki zaman. Daha doğrusu gətdən gətir yaranmır. Burada sözün kökü elə gətirdi. Burada ümumiyyətlə soyundurmaq, soyundurmaq. Ümumiyyətlə burada heç zaman şəkilçisi qəbul edən feil yoxdur. Burada başqa adam yoxdur, özümüzük. Burada da feil yoxdur. Yox, predikativ sözdür. Sənin mollaların heç vaxt maarif mənşəli yandırası deyirlər. Deməli, burada da lazım şəklindədir. Bir dənə şərtə təkrar baxım. Gələcək zaman məzmunu. Mən nə axtarıram? Mən də nəzərimdə keçmiş zaman nəzərdə tutmuşam. Əslində gələcək zaman istənildiyi üçün elə A variantıdır da. Ar-ər qeydi-qəti gələcək zaman şəkilçisi daxı. Ona görə cavab A variantıdır. Sual 33. Onun əzizləyə qoxuladığı bu güllər vətən torpağından idi. Cümlədə xəbərin ifadə vasitəsi nədir? Deməli, vətənin torpağından idi. Vətən torpağı isim birləşmədir. Ona görə də isim birləşməli ifadə olunub. İkinci nöqtənin söz birləşməsidir. Xəbərin frazoloji birləşməli ifadə olunmağı istənilir. Quş 2 qanatla uçar, nə edər uçar, yüksələr, nə edər yüksələr, nə edim yüksəlin. Burada hamısı sadəcə sözlərlə ifadə olunur. Frazoloji birləşmə deyil. Gülnaz və onun kimi qızlar kaş oxuyaydılar. Burada sadəcə feillə ifadə olunub. Onun qızıl xasiyyəti var. Var, nə? Onun xasiyyəti. Burada var predikativ söz xəbərdir. Onu görəndə həmişə kənd yadıma düşür. Nə edir? Yadıma düşür, nə kənd? Yada düşməkdə frazoloji birləşmədir. Cavab deyildi. Şeir azadlığım, şeir həyatım, ömrüm, səadətim, müqəddəratım. Şeir azadlığımdır, şeir həyatımdır, ömrümdür, səadətimdir, müqəddəratımdır. Əslində bunların hər biri xəbərdir. Sadəcə dır şəkilçisi ixtisar olunubdur. Və hamısı da isimlə ifadə olunub. Ömür, səadət, müqəddərat, həyat, azadlıq. İsim birləşməklə, yox, bizdən ümumiyyətlə frazoloji istəyirdi. Cavab D oldu. Hansı cümlənin xəbəri feili birləşməli ifadə olunubdur? Sizin fikriniz ancaq yaratmaqdır. Nədir yaratmaqdır? Nədir yaşatmaqdır? Burada məstərlə ifadə olunub. Feili birləşmə deyil, məstər tərkibi deyil. Mənim əsas vəzifəm bu işi sona çatdırmaqdır. Mənim əsas vəzifəm mübtədədir. Bu işi sona çatdırmaqdır da məstər tərkibidir. Cavabına görə B bəndidir. Durnalar qaydanda mən də gələcəyəm. Gələcəyəm sadəcə təsvirlənən feildir. Burada çadır qurmaq, düşərgə salmaq şahın əmridir. Şahın əmridir. Nə? Burada çadır qurmaq, düşərgə salmaq. Burada mübtədə feili birləşməli ifadə olunub. Qalib gəlməyi sizdən öyrənmişik. Nə etmişik? Öyrənmişik. Nəyi? Qalib gəlmək. Kimdən? Sizdən. Burada da xəbər yenə ifadə olunub təsvirlənən feillə. Olmaq sözü hansı cümlədə müstəqil xəbər kimi işlənmişdir? Olmaq, yaşamaq mənasında bir də, yəni, məsələn, mən Gəncədə oluram, yaşayıram mənasında olan müstəqil olacaq. Prezidentin yeni fərmanı ilə bəzi məhbuslar əhv olundular. Əhv olunmaq burada birlikdə gedir və tərkibi mürəkkəb feildir, müstəqil deyil. Hər dəfə kəndə gedəndə anam çox şad olur. Şad olmaq yenə mürəkkəb feil, tərkibi feildir. Bu işdə hamımıza kömək olun. Kömək olun yeni tərkibi feildir, mürəkkəbdir. Araz bu məsələlərə görə çox pərişan olmuşdu. Pərişan olmaq yeni mürəkkəb feildir. İkram şəhərə gedib gələndən sonra dayısıgildə olurdu. Yaşayırdı, qalırdı. Bu mənada ifadə olunduqca müstəqil xəbər olur və müstəqil sözdür. Cavab olur E variantı. Hansı cümlənin xəbəri tələffüzü yazılışdan fərqlənən sifətlə ifadə olunmuşdur?
Mürəkkəbləşmək feildir. Narahat sifət olsa da fərqlənmir yazılış deyilişi. Küskündür. Necədir? Küskündür. Burada küskün sifətdir və xəbər yazılışı deyilişi fərqlənən sifətdir. Küskün olur. Köküyə keçir tələffüzdə. Ona görə doğru cavab olur C variantı. Digər variantlara da baxaq. Uyğunlaşmaq feildir. Maraqdır. Məni bura gətirən maraqdır. Maraq nə? Maraq bu da isimdir. Ona görə ed olmaz. Maraqlı sifətdir, amma maraq isimdir. Xəbər feili sifətlə ifadə olunmuşdur. Çalışqan sifətdir. Görüləcəkdir. Nə edəcəkdir? Bu təsvirlənən feildir. Bu alma çox yeməlidir. Hansı alma? Bu alma. Necədir? Yeməlidir. Elə necədir sualına cavab verir. Mal əməli şəkilçisi. Bu təsvirlənən feildir. Təsvirlənməyən daha doğrusu feil sifətdir. Kiçik, əgər bundan sonra vergül qoyulsaydı, bu almanı çox yeməlidir deyilsəydi, nə etməlidir sualına cavab verib təsvirlənən feil kimi götürərdik. Amma hazırki məqamda burada necədir sualına cavab verir və olacaq feili sifət. Kiçik bacı çox ağlağan idi. Ağlağan da feildən düzələn sifətdir. Uşaq tezdən durub yeməyini yeməlidir. Nə etməlidir? Yeməlidir. Bu da təsvirlənən feildir. Vacib şəkildə. Frazeoloji birləşməli ifadə olunan xəbərlər istənilir. Bahar yağışına tamaşa edən Salatını fikir götürdü. Nə etdi? Fikir götürdü. Fikir götürmək frazeoloji birləşmədir. Ona görə biri olacaq 1. Davadalaşan səhəri günü Zərnişan xanımın yanına getmişdi. Haraya? Zərnişan xanımın yanına. Burada frazeoloji birləşmənin ifadə olunmayıbdır. Kəndin üst tərəfindəki təpələri qara buludlar bürümüşdü. Nə etmişdi? Bürümüşdü. Nə buludlar? Hansı buludlar? Qara. Burada da bürümüşdü, düzdür, məcazi məna ifadə edir. Amma bürümüşdü müstəqil xəbərdir və eyni zamanda təsvirlənən feildir, frazeoloji birləşmə deyil. Salatın qızın dalınca baxıb köksünü ötürdü. Köksünü ötürmək də frazeoloji birləşmədir. Xəbər frazeoloji birləşmənin ifadə olunub 4-dür. Çarıqlarını və iplik corablarını soyunub suya girdi. Nə etdi? Girdi. Nəyə girdi? Suya. Burada deməli xəbər təsvirlənən feillə ifadə olunub, frazeoloji birləşmə deyil. Cavab 1-4 A variantı. Xəbər düzgün göstərilməyən variant istənilir bizdən. Deməli, onun gözlərindəki qaynarlıq İmranın nəzərindən yayınmadı. İmranın nəzəri 3-cü növdür. Nəzərdən yaymaq da frazeolojidir, ayrılmır. İmranın nəzərindən ayrılmadı. Birlikdə gedəcək. Xəbər yanlış götürən elə biri birdədir. Ayna kimi parıldayan su onun gözlərini oxşadı. Onun gözləri 3-cü növdə ayrılmadan birlikdə gedəcək. Gözlərini oxşamaq bir gedir. Onun gözləri də 3-cü növdə ayrılmır. Bəzi ocaqlar hələ də yanır. Nə edir? Yanır. Nə edir? Tüstülənirdi. Müstəqil xəbərlərdə düzdür. Atası onun göz yaşını yaylıqla silib sakitləşdirdi. Nə etdi? Sakitləşdirdi. Müstəqil xəbər düzdür. Sakitlik idi. Düzdür. Səhər şehli otlar üzərindən gəzməyə adət etmişəm. Adət etmək birlikdə gedəcək. Deməli, və burada xəbər yanlış göstərilibdir. Ona görə də doğru cavabımız olur 1-2-6, yəni D variantı. Hansı cümlənin xəbəri isimdən düzəlmiş sifətlə ifadə olunubdur? Deməli, isimdən düzəlsin, sifət olsun. Gərgin əksinə sifətdən düzəlmiş isimdir. Gərmək feilindən gərgin, gərginlik. Burada xəbər isimdən, daha doğrusu gərgin sifətindən düzəlmiş isimdir. Bizə isə isimdən düzələn sifət istənilir. Nərminin qardaşı çox yatağandır. Yat, deməli yatağan. Burada feildən düzəlmiş sifətdir. Bizə isimdən düzələn istəyir. Düzlükdür. Düzlükdür. Ən böyük biclik düzlükdür. Nədir? Düzlükdür. Bu da sifətdən düzəlmiş isimdir. Bizə isimdən düzələn sifət lazımdır. Daha sonra içəri girənlərin hamısı yaraqlı idi. Burada L leksik şəkilçi isimdən sifət düzəldir. Yaraqdan yaraqlı, yəni isimdən düzəlmiş sifət elə olur. D variantındaydı. Yaraq yasaq mənasında, yəni döyüş ləvazimatı yaraq yasaq mənadadır. Azğınlaşmışdılar. Bu da sifət yox, feildir. İsmi xəbərli cümlələri müəyyən edin. Sabah yola düşürük. Yola düşmək frazeoloji birləşmənin ifadə olunub, lakin təsvirlənən feil düşürük zaman olduğu üçün düşürmək deyə bilmirik. Və orada deməli olacaqdır. Yola düşmək təsvirlənən feil olduğu üçün, yəni frazeoloji birləşmə. Bu ismi xəbərli yox, feili xəbərlidir. Bunu götürmürük. Arzusu ali məktəbə qəbul olmaqdır, təhsil almaqdır. Deməli, nə arzusu mübtədədir? Ali məktəbdə təhsil almaq məsdər tərkibi ilə ifadə olunub, isim birləşmədir. Ona görə bir olacaq ki, uşağa yol verin. Yol vermək burada əmr şəklindədir, feilidir. Onları layiqincə qarşılamaq lazım idi. Lazım idi ismi xəbərdir. Bu xəbəri yenicə öyrənmişəm feili xəbərdir. Bizim də yolumuz ora qədərdir. Ora qədərdir.
Ora burada zərfdir, qədər də əvəzlikdir. Olacaqdır bu da ismi xəbər. 2, 4, 6. İsmi xəbərli cümləni müəyyən edin. Elm qəlbə güc verər. Güc vermək, daşlaşdırmaq. Bunlar fe'li xəbərdir. Elm sahibinin dostu çox olar. Çox olar. Mal sahibinin isə düşməni çox olar. Əslində orada çox olar, az olar. Orada digərində olar sözü ixtisar olunubdur. Və bu da fe'li xəbərdir. Olar, arar, qeyri-qəti gələcək zamandadır. Alimin yoxsa cahilin ibadətindən xeyirlidir. Xeyirlidir, xəbərdir, ismi xəbərlidir. Kitab bilik mənbəyidir. Bilik mənbəyidir. Yəni isim birləşməni ifadə olunub, isimdir, xəbərdir. Dağdaş, dalğalarla dalğalandı, dalğalandı fe'li xəbərdir. Elm ağılın çırağıdır. Ağılın çırağıdır. Nə elm? Bu da isim birləşməni ifadə olunduğu üçün cavab olur 3, 4, 6. Yəni ismi xəbərli cümlə 3, 4, 6-da olacaq. Növbəti 44-cü sual. Hansı cümlədə olmaq fe'li müstəqil xəbər kimi işlənməmişdir? Allah həmişə bizə yardımcı olmuşdu. Burada yardımcı olmaq müstəqil deyil. Yəni yardımcı olmaq birlikdə mürəkkəb fe'l gedir. Müstəqil olmayanın biri birdədir. Bəlkə mən səninlə yenə danışmalı oldum. Danışmalı oldum. Burada da müstəqil deyil, tərkibi fe'ldir. O çox vaxt işdən evə qayıdıb qardaşını gözləməli olurdu. Gözləməli olurdu. Burada tərkibi fe'ldir, müstəqil deyil. Yeni trupların ilk çıxışı Bakı Dövlət Sərkinin binasında oldu. Yəni baş verdi. Bu mənadadır, müstəqildir. Ən yaxşı kitablar Kür çayında olur. Daha doğrusu balıqları, kitablar oxuyuram. Ən yaxşı balıqlar Kür çayında olur. Olur, yəni mövcuddur mənasındadır. Burada da müstəqildir. Müstəqil olmayan istənildiyi üçün 1, 2, 3 olacaq. 45-ci sual. Hansı cümlədə xəbər düzgün verilməmişdir? Bacılar nənəyə diqqətlə qulaq asdılar. Qulaq asmaq frazoloji birləşmədir və doğru götürülür. Əmimgil qonaqları hörmətlə yola saldılar. Yola salmaq frazoloji birləşmə olduğu üçün ayrı yox, birlikdə götürülməlidir. Yanlışın biri 2-dədir. Qəbələnin Bəndam kəndi iri yaşayış məskənlərindən biridir. Deməli, yaşayış məskənlərindən biridir olmalıydı. Burada iri xəbər aid deyil, lakin xəbər götürüldüyü üçün bu da yanlışdır. 4-cü cümlədə isə İbrahim Xəlil Aybənizə diqqətlə baxırdı. Nə edirdi? Baxırdı. Kim? İbrahim Xəlil. Burada diqqətlə baxırdı yox, eləcə baxırdı olmalıdır. Xəbər yanlış götürüldüyü üçün 4-də götürürük. Müəllim həmişə səliqəli geyinməli, mədəni davranmalıdır. Geyinməlidir, davranmalıdır xəbərdir və doğru götürülübdür burada. Eşidilən yalnız bulağın şırıltısı idi. Bulağın şırıltısı üçüncü nöqtənin söz birləşməsi olduğu üçün birlikdə getməlidir. Ayrı götürüldüyü üçün 6 da yanlışdır. Cavab olur 2, 3, 4, 6. 46-cı sual. Xəbər işarə əvəzli ilə ifadə olunsun. Yəni o, bu, elə, belə, həmin. Sənə göstərdiyim yol budur. Budur. Burada işarə əvəzli ilə ifadə olunub. Biri birdir. Daha sonra gələn mənəm. Mənəm burada şəxs əvəzlidir. Onun xasiyyəti elədir də. Necədir? Elədir. Bu da ismi. Daha doğrusu elə işarə əvəzliyidir. Nə onun xasiyyəti? Xəbər işarə əvəzli olduğu üçün biri də 3-dür. Siz kimsiniz? Kimsiniz? Monsieur Abil. Deməli, burada kimsiniz? Sual əvəzli ilə ifadə olunubdur. Bizimlədir. Şəxs əvəzli ilə ifadə olunubdur. Qardaşım haradadır? Bu da sual əvəzliyidir. Cavab olur 1, 3. Xəbər hansı cümlədə fe'lin xəbər şəkli ilə ifadə olunmamışdır? Xəbər şəkli ilə ifadə olunmaq, yəni deməli, zaman şəkilçiləri olmayanlar nəzərdə tutulur. Hacı qəhrəmanın, Qaranın ən böyük məqsədi kapitalını artırmaq idi. Kapitalını artırmaq idi. Nə? Hacı Qaranın ən böyük məqsədi. Burada məstərdən ifadə olunub, məstər tərkibi ilə. Deməli, xəbər, təbii ki, məstərdə fe'li xəbər yəni götürülə bilməz. Daha doğrusu, həm fe'li xəbər deyil, eyni zamanda xəbər şəkli olmaz da. Çünki təsriflənməyən fe'llər şəxsi kəmiyyəti zamana görə dəyişmir. Zaman şəkilçisi qəbul edə bilməz. Xəbər şəklində sayılmır. Ona görə biri 1 olacaq. Müşkünaz gözəl xalçalar toxuyardı. Nə edərdi? Toxuyardı. Burada ar zaman şəkilçisi də xəbər şəklindədir. Heç kəs özünü öyməsin əmr şəklindədir. Yəni xəbər şəklində ilə ifadə olunmamış istəyirdi. Xəbər şəklində deyil deyə biz burada 3-ü də götürmüş oluruq. O hər şeyi mürəkkəbləşdirəndir. Anən burada hər şeyi mürəkkəbləşdirəndir. Kim? O. Mübtədə odur. Hər şeyi mürəkkəbləşdirən də məstər tərkibidir. Xəbər fe'linin xəbər şəkli ifadə olunmayıbdır. Məstər tərkibi, fe'l sifət tərkibi ilə ifadə olunub. Özümüzü bu yollarda qocaltdıq. Qoca, daha doğrusu qoca sözün kökü qocal, qocalt, qocaltdı, qocaltdıqdır. Burada zaman şəkilçisidir. Bu da xəbər şəklində olduğu üçün götürülməyəcək. Cavab olur 1, 3, 4. Xəbər hansı cümlələrdə fe'lin xəbər şəkli ilə ifadə olunmuşdur? Bu sual isə digərinin əksidir. İndi isə xəbər şəklində olanlar istənilir. Burada Vaqifin ən böyük arzusu mübtədədir. Xaricdə oxumaq məstər tərkibidir. Yəni xəbər şəklində deyil. O bu sözlərdən sonra bura tez-tez gələcək. Nə edəcək? Gələcək. Zaman şəkilçisi var. Deməli xəbər şəklindədir.
Şəhərin ən gözəl yeri dənizkənarı parkdır isimlə ifadə olunubdur. Bu təbii ki, xəbər şəklində ola bilməz. Şagirdlər 2 günə xeyli əsər oxumalıdırlar. Malı vacib şəkildə xəbər şəklində ola bilməz. Köhnə yurdun qədrini təzə yurdda bilərlər. Nə edərlər bilərlər. Arər zaman şəkilçisi deməli xəbər şəklindədir. Cavab olur 2, 5. Xəbəri frazoloji birləşmə ilə ifadə olunan istənilir. Dinməsə də Zərnigar xanımın ürəyinə xal düşmüşdü. Ürəyinə xal düşmək, narahat olmaq, şübhələnmək, yəni bu mənanı ifadə edir və bu frazoloji birləşmədir. Ürəyinə, hətta Zərnigar xanımın ürəyinə 3-cü növdə ayrılmır. Zərnigar xanımın ürəyinə xal düşmüşdü. Xəbər deməli frazoloji birləşmə ilə ifadə olunub. Ona görə biri birdir. Davadalaşan səhəri günü bacısının yanına getmişdi. Nə etmişdi? Getmişdi. Frazoloji birləşmə deyil. Kəndin üst tərəfindəki təpələri qara buludlar bürümüşdü. Nə etmişdi? Bürümüşdü. Nə buludlar? Elə bu tip cümləni bayaqda təhlil etdik. Buna oxşar bir cümlə idi. Burada da deməli frazoloji birləşmə deyil, sadəcə məcazi mənalı sözdür. Cahandar ağa Allahyarın məqsədini başa düşmüşdü. Başa düşmüşdü. Kim? Cahandar ağa. Nəyi? Allahyarın məqsədini. Başa düşmək burada da frazoloji birləşmə olduğu üçün xəbər frazoloji ilə ifadə olunub 4-dür. Çarıqlarını və iplik corablarını soyunub suya girdi. Niyetə girdi. Burada da frazoloji birləşmə ilə ifadə olunmayıb. Cavab olur 1, 4. 50. Hansı cümlədə frazoloji birləşmə ilə ifadə edilmiş xəbərlər bir-biri ilə sinonimdir? Tanrıverdi qurbanı gözüm çıxdıya salmışdı. Gözüm çıxdıya salmaq burada frazoloji birləşmədir. Və xəbər frazoloji birləşmə ilə ifadə olunub. Və həmin frazoloji birləşmənin mənası kimsə incitmək, narahat etmək bu mənanı ifadə edir. Baxaq görək onun sinonimi hansı cümlədə işlənibdir. Deməli, uşaq onu da aparsınlar deyə 2 ayağını bir başmağa dirəmişdi. 2 ayağını bir başmağa dirəmək frazoloji birləşmədir. Sadəcə tərslik etmək mənasındadır. Məsələnin həllini ən qısa yolla uşağa başa saldım, izah etmək mənasındadır. Müdir nədənsə Həsəni yola vermirdi. Yola vermək yenə yola verməmək, yəni yola vermirdi, narahat edirdi, onu incidirdi. Həmin mənanı ifadə etdiyi üçün birinci cümlədə də o məna var idi. Ona görə 1-4 olacaq cavab. Bir-birlə sinonimi yaradan. Qoyunların aparıldığını eşidəndə tüstüsü təpəsindən çıxdı. Tüstüsü təpəsindən çıxmaq hirslənmək, qəzəblənmək mənasındadır. Bu da heç birindən frazoloji sinonimlik yaratmır. Ona görə cavab olur 1-4. Xəbər haqqında səhv fikirləri müəyyən edin. Var, yox sözləri bütün şəxslər üzrə xəbər ola bilir. Deməli, bütün şəxslər üzrə, yəni mənim varımdır, sənin varındır, onun varıdır, yaxud da mənim kitabım var, sənin kitabın var, onun kitabı var, bizim kitabımız var, sizin kitablarınız var, hamısında işlənir. Bu mənada yəni ifadə olunur. Bu doğru fikirdir. Bizdən səhvlər istənilirdi. Feilin xəbərlər həm təsvirlənən, həm təsvirlənməyən feillə ifadə olunur. Yanlışdır. Çünki feili xəbər təsvirlənənlə olur. Təsvirlənməyən məzdər, feil, sifət ismi xəbər sayılır. Feili bağlamada ümumiyyətlə xəbər ola bilmir. Bu səhvdir. İdi imiş səcikləri həm ismi, həm feili xəbərə qoşulur. Bəli, uşaq idi ismi xəbərdir. Məsələn, oxuyurdu. Burada ır zamandadır hissəcikdir. İdi hissəcikdir. Yəni həm feili, həm də ismi xəbər ola bilir. Bu doğrudur. Əmr şəklində olan feillə ifadə olunan xəbərlər yalnız əmr cümləsində işlənir. Yanlışdır. Bayaq da bir test işlədik. Deməli, məsələn, deyək ki, icazə verimmi? Orada da, yaxud da mən gəlimmi? Orada im doğrudur. Orada şəxs sonluğu idi və həmin cümlədə əmr şəklində idi, amma sual cümləsində işlənmişdi. Yalnız əmr cümləsində yox, sual cümləsində də işlənə bilər. Ona görə bu fikir yanlışdır. İsmi, xəbər ismi bütün hallarında olan sözlərlə ifadə olunur. Yanlışdır. Çünki təsiri kəl cümlədə xəbər ola bilmir. Yanlış istənildiyi üçün cavab olur 2, 4, 5. Xəbərləri bir-birlə antonim olan frazoloji birləşmələr. Atanın bu addımından heç gözü su içmirdi. Gözü su içməmək frazoloji birləşmədir. Dil boğaza qoymamaq, çox danışmaq deməkdir. Deyilənlərin hamısını diqqətlə dinləsəm də məqsədin nədən ibarət olduğunu başa düşmürdüm. Anlamamaq mənasındadır. Mələk üzünlər bu əzəblərə dözür, ağzından su alıb otururdu. Ağzından su alıb oturmaq, sakit durmaq deməkdir. Dil boğaza qoymaq çox danışmaqdır. Bir-birlə antonimlik yaradan da ona görə olacaqdır. 2 ilə 4. Bir-birlə antonimlik yaradan yenə frazoloji birləşmə istənilir. Ay qız, sən ağzını qıfılla. Ağzını qıfıllamaq sakit durmaq deməkdir. Sonra Cavad bu məsələdən əl çəkmədi. Yəni fikrindən dönmədi mənasındadır. Balaca nəvəm məni görəndə dil boğaza qoymur. Dil boğaza qoymamaq, yəni çox danışmaq mənasındadır. Bu iş onu əldən saldı. Əldən salmaq da yorulmaq mənasındadır. Burada da ağzını qıfıllamaq, sakit durmaq, dil boğaza qoymamaq çox danışmaqdır. Antonimlik yaradan da olur 1 və 3-də. Buralarda addım başı qayığa rast gəlirsən. Nə edirsən? Rast gəlirsən. Nəyə? Qayığa. Deməli, addım başı burada zərflikdir. Harada? Buralarda. Hər ikisi zərflikdir.
Xəbəri üçüncü şəxsin cəmində işləməzdən nə istəyir? Müqayisə cədvəlindəki uyğun fikirləri müəyyən edin. Xəbəri ikinci şəxsin cəmində işlənərsə, yəni buralarda addım başı qayığa rast gəlirsiniz. Yəni bu şəkildə olarsa, nə baş verəcəyi soruşulur bizdən. Cümlənin şəxsə görə növü dəyişməz. Baxaq. Hazırki cümlədə buralarda da addım başı qayığa rast gəlirsən, bu ümumi şəxsi cümlədir. Burada sınır şəxsi onluq olanda artıq bu müəyyən şəxsi cümləyə çevriləcəkdir. Ona görə də cümlənin şəxsə görə növü dəyişməz yox, əksinə növü dəyişər. Müəyyən şəxsi cümlə olar. Bəli, müəyyən şəxsi cümləyə çevrilmiş olar. Artıq deməli rast gəlirsiniz olsa ümumi şəxsi çevrilmiş olacaq. Müəyyəni daha doğrusu çevrilmiş olacaq, amma hazırki vəziyyətdə ümumi şəxsidir. 2 doğrudur. Xəbəri rast gəlinir ifadəsi ilə əvəz olunarsa nə baş verər? Şəxsi cümlə kimi işlənir. Bəli, çünki üçün şəxsin təkindədir. Rast gəlinmək olacaq şəxsi cümlə. Əmr cümləsinə çevrilər. Rast gəlinir ir orada zaman şəkilçisi olduğu üçün orada xəbər yəni şəklində olar, əmr şəklində yox. Sintaktik təhlil sxemi sabit qalar. Deməli, buralarda addım başı qayığa rast gəlirsən. Daha doğrusu rast gəlirsiniz. Nəyə qayığa? Buralarda addım başı hər ikisində olacaqdır. Yəni zərflik, tamamlıq xəbər. Yaxud da ki, rast gəlirsiniz, yenə də orada rast gəlirsiniz xəbər olacaq, digərləri olduğu kimi qalacaq. Ona görə istənilən məqamda sabitdir. Xəbərin nitq hissəsinə görə ifadə vasitəsi dəyişməz. Bəli, rast gəlmək, frazoloji birləşmədə istənilən məqamda ifadə vasitəsi dəyişməyəcək. Yəni, feillə ifadə olunmuş olacaqdır frazoloji birləşməklə. Və cavab olacaqdır 2, 3, 5, 6. Sonuncu 55-ci suala baxırıq. Verilmiş cümlələrdə xəbərlərin ifadə vasitəsinə görə düzgün ardıcıllığı müəyyən edin. Son dövrün hadisələri Tağı bəyi çox narahat edirdi. Nə edirdi? Narahat edirdi. Narahat etmək bu olacaqdır, feillə ifadə olunmuş. Yəni birinci 5-i yazacağıq. Daha sonra evin səksi çay daşından olduğu üçün sürüşkən idi. Necə idi? Sürüşkən idi. Sürüşkən sifətdir. İfadə olunacaq sifətlə 1. Şkafda istifadə edilməmiş kitablar çox idi. Nə qədər idi? Çox idi. İfadə olunub xəbər sayla 4. İnsan açılmamış xəzinə çalınmamış kamandır. Nədir kamandır? Nədir xəzinədir? Sadəcə burada dırıxçar olunubdur. Bu da isimlə ifadə olunub. 2-ni yazırıq. Daha sonra dünyada ən çətin şey insanın özünü tanımasıdır. İnsanın özünü tanımasıdır. Nə? Deməli, ən çətin şey burada özünün insanı tanımasıdır, xəbər olacaq və xəbər də isim birləşməli ifadə olunub söz birləşməsi ilə sonuncu 3-ü yazırıq. Yəni doğru cavab olur 1, daha doğrusu 5, 1, 4, 2, 3. Belə əziz izləyicilər, xəbərlə bağlı olan suallarımın izahı bu qədər. Hələlik.